Ümumiyyətlə, dediyim kimi, bu indiki həm də artıq yaz gələndə orqanizmin ən vitaminsiz dövrüdür. Göyərtindi çıxır, meyvələr hələ tam formalaşmayıb. Birazdan gilas çıxan kimi işlər düzələcək. Həm də dediyim kimi, pencərin, göyərtinin ən gözəl vaxtıdır. Onu istər kətə formasında, istər sulu pencər formasında, sıxma formasında qəbul etməyi məsləhət görürəm. Çünki Allahın günəşi yeri isidir, günəş işığında da göyərtinin çıxma və becərilməsi asanlaşır. Mütləq ondan geniş şəkildə istifadə edin. Mən məsələn, hər gün göyərtini xırda doğrayıram, qatığa qatıram və o şəkildə qəbul edirəm. Həm təbii vitaminlərdir, həm də effektini görəcəksiniz.